Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq öz işini noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində sessiya ilə davam etdirib. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda dərin məzmunlu konseptual nitq ilə çıxış etdiyini deyən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli dövlət başçısının akademiyanın fəaliyyətinə yüksək qiymət verdiyini, gələcək vəzifələrini müəyyənləşdirdiyini söyləyib. Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının tapşırıqları akademiyanın bundan sonraki yol xəritəsidir və gələcək fəaliyyətimizi bunun əsasında qurmalıyıq. Akademik İsa Həbibbəyli Azərbaycan alimləri və ziyalıları, AMIA'nın kollektivi və beynəlxalq iştirakçılar adından yığıncaqda iştirakına və dərin məzmunlu nitqinə görə Prezident İlham Əliyevə qalib ölkənin liderinə minnətdarlığını bildirib. Tədbirdə həmçinin çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının kollektivini, eləcə də Azərbaycan alimlərini təbrik edib, əməkdaşlıq perspektivlərindən danışıb, xatirə hədiyyələri təqdim ediblər. Bundan əlavə Avstraliya Sosial Elmlər Akademiyasının prezidenti professor Kate Darian Smith və Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeba Arifin təbrik videoları təqdim olunub. Daha sonra akademik İsa Həbibbəyli AMIA'nın 80 illik yubileyi münasibətilə ünvanlanmış təbrik məktublarını səsləndirib. Leyli Naymiq qızı, Fərid Həşimov, Ziya Xudiyev, Elm TV.